Salam, axşamınız xeyir. Salam, axşamınız xeyir. Axşamı xeyir ülkə. Neyse, bayaqdan canlı yayım açılmırdı kızlar. Yarım saatli canlı ilə tutuydum. Nə qədər yürüdüm açılmırdı. Neyse deyirdi canlı yayım alınmır. Bağlanmır. Bilmirəm, set zəif idi neyse. Axırı ki düzəldi. Axşamınız xeyir. Axşamınız xeyir. Hə, canlı açılmırdı bayaqdan neyse. Bilmirəm, set zəif idi neydisə, yarım saatdir çalışıram. Çok sağ olun. Muhammed Osmanlı. Çok sağ olun. Kızlar, bugün indi inşallah çatıra bilsəm, gec olmasa 3 tane tortun bəzənməsini göstərəcəm. Bu ikili tortdur. Birinci bunu eləyək. O bir tortlarımız daha sadədir. Rahatdır. Biraz oyalayıcı bu da. Bunu eləyək. Ondan sonra keçək o bir tortumuza. Bu 7 yumurtadandır. 25 diametrdə 7 yumurtadandır. Yuxarı edirəm ki, yazı yazacağım. Ona görə. Şükür, gözəl və tatlı tortlarım, xoş gəlmişsiniz. 7 yumurtadan 25 diametrdir kızlar. Sağ olun, siz necəsiniz? 3 tane bugün çatıra bilsəm eğer canlı üçün də gec olmasa, dediyim kimi canlını bayaqdan açmağa çalışıram, açılmırdı. Gec olmasa inşallah 3 tane tort yığmalıyıq. Bir dənə bu biraz çok vaxt atacaq. O birisilər daha asaddır. Biri taclı tortdur, bir də başka cür bir tortdur. O bir tort üçün büyük ağzından yüz atmışam. O birisilər sadədir. Axşamınız xeyir. Hər tort dünyam ağdam. Ola bilərək bəzən YouTube əngəlləyir nədənsə. Bilirsiniz, spama salır mesajların. Instagram'daki kimidir, Instagram'daki kimidir, o şəxsidə yazılan mesajlara çox cavab verəndə spama salır. YouTube'da da elədir. O videoların altına gələn suallara demək olar ki 99%'ine cavab yazıram deyin. Ona görə YouTube ilə əngəlləyir. Çox sağ olun. Harbiden indi şantimizi çalaq. Burada da figurlarımızı düzəltmişik. Bir tərəfi kişi tort üçündür. Bir tərəfi də ana tort üçündür. Belə pulkaş lokumuzdur, sahadımızdır və ürəklərimizdir. Bir dənə şantili çalın. Ondan sonra başlayaq işimizə.
Krem şantinin dadlı olmağı üçün krem şanti o qədər dadlı olmur. Yəni mütləq lazımdır ki, baxın görürsünüz bir qat üstündən qaymaq çəkilir. Yəni bu şanti orada dekor amaçlı olur da, yəni belə altından qaymaq çəkəndə şantinin dadı şirin gəlir, qaymaq kimi gəlir. Amma sırf tortun üstündən çəkəndə biskvitin onda yaxşı olmur. Amma belə bir qat qaymaq çəkib sonra üstündən şantini sıvaq üçün çəkəndə tortda heç bir dadı hiss olunmur da, yəni qaymaqdan seçilmir dadı. Yəni çalışın mütləq altından bir qat qaymaq çəkin. Burada bir dənə biskvitdir, yox qızlar. Burada bir dənə 7 yumurtalıq biskvitdir. 25 diametrdə. Pişmiş malaka tökə bilərsiniz, rengi açıq, çiğ malaka da tökə bilərsiniz, fərqi yoxdur. Amma onda suyu biraz az tökün. Yəni ölçüsündən biraz suyu az tökün. Ya veya şirin olmağını istəyirsinizsə, onda pudra şəkəri də tökə bilərsiniz. Amma dediyim kimi, belə altından qaymaq çəkib, şantini ondan sonra eləsəz. Yəni heç bir problem olmaz. 4 kiloluk kvadrat torta hardasa biraz da dekorundan asıldı kızlar. Ama hardasa təxmini bir 13 yumurtalı biskvit eləməlisiniz. Dediyim kimi yenə dekoruna baxın. Eğer üstündeki marsipandan dekorları çoxsa 12 yumurtalıq da bəsdir. Çox sağ olun. Ola bilər ya sobanızdan olar, ya neysə eksik. Tam düzgün eləmirsiniz. İnşallah ayın 18'i de kızlar canlı açacağım yeni tortlar için. Gələrsiniz. Siz onda yəqin ki ara qatının ləvazimatlarını çox az tökürsünüz də ona görə. Çünkü normalde biskvitin ağırlığı yoxdur. Biskvitə ağırlıq verən tortun arasındaki dolgulardır. Yani böyle normal biskvitin ağırlığı yoxdur. İkili tortdur kızlar. Bir tərəfi oğlan üçündür, bir tərəfi ana üçündür. Yəni şantini çalım. Ondan sonra başlayalım. Qapını örtüm balaca durmasın. Biskvitin dərəcəsi qızlar hər kişinin sobasına görə fərqli olur. Yəni məndə 150 dərəcədə pişirsə, o başqa birinin sobasında 160 olar, 170 olar, yəni 180 olar. Ona görə sobanızı tanıyın. Yəni nətər tanıyın? Bir dəfə pişirin, görün bu dərəcədə pişirəndə nətər pişir? Deyək ki, bir dəfə prob eləyin, 160 dərəcədə sizin sobanız biskviti nətər pişirir? Yaxşı pişirmirsə bir dəfə 180 eləyin. Yəni hər kişinin sobasına görə dərəcə dəyişir. Eyni olmur. Xeyr, bir biskvitli qızlar. Bir dənə 7 yumurtalıq biskvitli. Hə, canlıda biskvitin hazırlanması var. O əvvəlki canlılara baxın. Pişirirəm, yəni fanda yox, alt üst rejimdə 150 dərəcədə.
saxlamayın. Marsipanı normal otaq temperaturunda aldığınız kimi yox. Alıb gətirəndən sonra onu normal yoğurursunuz. Sonra bloka qoyub ağzını örtüb qapaqlı bir qabıda saxlayırsınız, hava çəkməsin. Siz sağ olun. Ben de hoş gördüm sizi. Ben de Samsung'dur. Samsung'dur, ben ama kreditle pahalı almıştım da 950 almıştım. Grupta təzəlicən kızlarımızdan biri aldı, nağd qiymətə daha ucuz almıştı. Səhv eləmirəmsə 700'də 2 almıştı. Bu reseptlə qızlar, mən verdiyim reseptlə düzgün hər şeyi dediyim kimi eləsəniz, biskitləriniz həm çox gözəl hündür çıxır, həm də qəşəng yumuşaq çıxır. Böyle kızlar başlayalım sıvamaya. Şef Dukam kaymağından istifadə edirəm. Azərbaycan profilinin sahibi kimdir? Sən dəymə, sən dəymə. Sən dəymə. Yoxdur. Çok sağ olun. O elə yazanlar var. O kimsə Yusuf yoldaşı yaptı, yoldaşına gizlən ki şeylərə yazılır. Burada cavab puan verirlər. %21 nəfər var, 53 bəyənmə.
Çok çətin işdir. Bir sıvamaq üçün dekor yaxşı, yoxsa krem şanti? Biraz da detay belə çox görsən. Sıvamaq üçün fərq yoxdur, yəni hansı ilə istəsəz sıvaya bilərsiniz, amma krem şanti ilə daha qəşəng pürüzsüz olur sıva. Yəni dediyim kimi bax belə nazik qat qaymaq çəkin üzərinə. Sonra da qaydım belə şanti ilə sıvayın. Şanti ilə daha qəşəng pürüzsüz görüntü olur. Sizə sağ olun. Mənim səsim gedir. Salam Aysel bacı, necəsən? İçinə nə vurursunuz? İçinə qızlar üstəyə bağlıdır da. Yəni papa tortun içində şokoladdır, karamel sosudur, pişmiş malakodur. Bu qədər. Deyirlər ki, düyü kağızından dekoru bu gün işlədəcəksən. Hə, bugün onu bundan sonraki tortdadır. Adi şəkildə qaymağın üstündən qoysam ıslanmaz. Yox, ıslanmır yəni heç onu. Çox düzgün suallar cavablandırır. Həmin arasında Allah rəhmət görürsən. Salam axşam sevgili əzizlərimizə sağ olun. Çox sağ olun. Bəs şanti hansılar sıfır? Şanti şeydir də. Bisting firmasıdır. Şimdi bu göstərərəm. Açılmamış bir dənəsi var. Onu göstərərəm. Əlimizdir. Aydın məsələdir. Burada çox sonsuz da yəni yoldaşının adı ilə gelir. Hə, narahat O olmayın şeyləri qızlar. dəstəkləyirəm. Yəni çoxu uşağının, yoldaşının adına girir, narahat olmayın. Sıvarmaqda necə edim ki, düz alınsın, əllərinizə sağlıq. Baxın, indi göstərər də bu qaydada eləyim, düz alırsınız. İlham Zeynalov profilin sahibi çox sağ olun, təşəkkür edirsin. Yəni sıvadığım qaydadır. Sadəcə tələsməyin. Sıvaqda Sağ olun, yorulmayasınız. heç vaxt tələsməyin. Sıvaqda tələsəndə yaxşı sıvamırsınız. Bir dənə onda tələsməyin ki, istədiyiniz kimi qəşəng sıvayasınız. Turqay təzə yaptı. Belə paratortlarda qızlar, bax bununla sıvamaq daha rahat olur. Nəinki o dəmirlə. Amma bütün tortlarda o Yervaxtdan dəmirlə. uzaq dolu salamlar. Bizdən də yıllara Çox sağ salamlar. olun, bizdən də yıllara salamlar. Bizim də valideynlərimiz Bərdədə yaşayır. Yəni oradan keçirik yerindən. Səbir lazımdır, o da bizdə yoxdur. Fatimə xanım yazır. Bağışlayın, narahat edirəm. Zəri krem şantiyə qatmaq olarmı? Yox, zəri sonradan yəni vurursunuz torta. O da püskürtməklə, doğru şeylə. Ha. Yəni əvvəlcədən vursanız da o zəhər Çox görsənməyəcək. gözəl əl işləriniz var. Mən çoxdan sizi izləyirəm və onu da bildim ki, çox şeyləri sizdən öyrənəm. Allah canınızı sağ etsin. Bazı sizi çox səmimi və özümə yaxın hiss edirəm. Adım Aysel'dir, mənimdir. Adaş, lap yaxşı. Zəhra Qəhrəmanova yazıb yorulmayasınız. Çox sağ olun Zəhra. Üzərini, bəzəyini həmişə şanti ilə edirsiniz. Yəni müştəri əgər deyərsə ki, yox, sırf qaymaqla olsun, yəni onda qaymaqla olur. Bu canlıya baxması çox zararlı. Sana çox baxmışsan, ha, böyle. Hanımlar, suallarınızı yazdıqca canlı da bəyənməyi unutmayın.
Tortun kilosunu 15 manata satırsınız. Bəli. Baxır torta. İyi akşamlar, kolay gelsin. Türkiye'den selamlar. Natella Anılı. Bizden de Türkiye'ye çoğu salamlar. Selamünaleyküm. Akşamınız xeyir olsun. Axşamınız xeyir. Axşamınız şanti ilə tortun içərisinə vuran. Yox. Şanti ilə tortun içərisinə vuranda dadı necə olur? Yox, tortun içərisinə yəni qətiyyən şanti vurmayın. Birinci sıvaq tək qaymaqlıdır. Hə, birinci sıvaq qaymaq. Bəsdir günə şova yazır. Birinci sıvaq qaymaqdır. Yəni Maşallah, tortun sağ olsun. qətiyyən içinə şanti vurmayın. Bəli, su ilə edib püskürtmə etmək olar ya spirt olmalıdır. Bu sadə zərrəri deyirsinizsə, onları elə vurursunuz. Yox, kandulin, o qızılı rəng boyaları deyirsinizsə, onları ispirtinə. Bəyənmə çox azdır. 59 bəyənmə. Superdir tortlarınız heyf ucuz istəyirsiniz. Hələ buna naz eləyirlər. Mən yadan çıxdım mənzildə. Üstünə naxışlar krem şanti ilə yaxşıdır, yoxsa qaymaqla? Şanti ilə. Şanti ilə. Növbəti adam oynayasın, mən üçün deyəcəm. Bəs şanti vuranda nə olur ki? Yox, şanti yəni dadı o qədər yaxşı olan bir şey deyil, həm də köpük kimi bir şeydir. Yaxşı olmaz tortun arasında. Yəni onu deyim ki, amma mən özüm də evimizdə, yəni uşağa pişirəndə mütləq üstün şanti ilə sıvıyıram. Şanti ilə daha çox xoşlayıram. Qaymaqla çox şirin olur, çox adamı xoş gəlmir mənə. Deyirlər ki, mən qaymağa vanil vururam, düzgündür. Vura bilərsiniz, o şərt deyil, amma vura bilərsiniz. Bütün növ şirniyyatlar pişirilir, nəinki şəkər vurar. Sadə zəri deyildin, çox sağ ol. Sadə zər quru vurulur. Sağ olsunlar. Şanti bəzəyə yaxşıdır, üzərinə məncə elə tam olmur. Ona görə altından nazik qat, yenə deyirəm, qaymaq çəkilir, sonra şanti vurulur. Şanti pramoy tortun üstünə vurulmur. Ay, nə də o komitədə baxsan. Yaşar Abdullayev, çox sağ olun, Allah sizdən razı olsun. Çox sağ olun, sizdən də. Salam, sizi Qubadan izləyirik. Bizdən Qubaya salamlar. Bizdən də Qubaya Heyf ki, Quba alması görmədik. Bişirmək istəyirəm, necə öyrənim sizdən. Ancaq canlıya qoşularaq. Canlılara qızlar qoşulub. Yaxınlarda da kurslarımız açılacaq. Ben de evde pastalar yapıyorum. Yeni başladım. Bana tavsiyeniz ne olurdu? Kısaca da olsa tavsiyeniz çok önemserim. Türkiye'den yazıblar. Birinci növbədə ruh halınız gözəl olmalıdır. Yəni bu işi bacara biləcəyinizi özünüzə qəbul etməlisiniz. Ondan sonra da yəni bir-iki prova. Sifariş götürülməmiş bir-iki prova. Yağlı kremə hansı yağı məsləhət görərdiniz? Bəlkə yoxdur, büdcənizə hansı uyğundur o? Mənim sobamın ortası yaxşı pişmir, nə edə bilərəm? Sobanızı dəyişə bilirsiniz. Salam, qaymaq kremə skuşonka qatırsınız. Qaymağa hə, skuşonka qatıram mən. Deyim, onlar ən çox pişmiş skuşonka qatıram. Bəli, xanım düz buyurdu. Zəhmət olmasa 180 nəfər canlını bəyənəyin ki, sayı daha çoxalsın. O TikTok'da demişken tıklayın. İnşallah 18'i də gəlin qızlar. 18'i yeni tortlarına Salam skilti yaxşı alınmır. Nə edə start veririk. Skilit deyirlər çox adam sual verir ki, yaxşı alınmır. Neyə bilərəm? Mən paylaşdığım reseptlərlə eləyim. Bir də sobanıza ola bilər ki, yəni sobadan da olur. Salam, sizi povuzdan izləyirəm. Əllərinizə sağlıq, çox sözə məsləhətlər verirsiniz.
Yumurtalarınız mütləq ev temperaturunda olmalıdır. Bir tort üçün nə qədər qaymaq gedər? Baxırsınız neçə kiloluq tort eləyirsiniz. Salam, çox sağ olun. Salam Sabzabaddan izləyirəm sizi. Mən də bişirəm qaymaqla içinə krem, karamel və bişmiş şokolad tökmək olar. Bizdə şöyle qalır. Qrupunuza mən də qoşulmaq istəyirəm. Xahiş edirəm, əvvəldən xəbər edərsiniz. Əvvəldən paylaşıram qızlar, YouTube'da paylaşıram. Siz o kısa videolara baxarsınız, kısa videolarda paylaşıram. Tort neçə kilogramdır? Aşağımız verir. Çox Bu sağ olun. tort hardasa 2 kilogram yarım belə olmalı. Bəli, Fatma xanım demişkən canlılı bəyənin xanımlar. Naxçıvandan salamlar. Aysel xanım, əlinizə sağlıqsın. Çox sağ olun. Edirəm, əlanlıq. Haqqınızı halal edin. Halal olsun. Naxçıvanda başqa bölgələrə gəzməmişəm. Gəzdiyim yer Ordubada olub. Ora cəmiyyəti çox super olur. Əhsən. Kurslar başlayanda inşallah ki qoşulacam. Kursa qoşulmaq istəyənlər hər dəfəsində canlını izləsinlər. Yəni ki, canlıda bildiriləcək. Mənim yazdığımı niyə oxumadınız? Başdan yazın, ola bilər. Mesaj geridə qalıb. Təzdən yazın. Deyirlər bu tortun təxmin nə qədər qaymaq gedər? Bu torta hardasa bir stəkan yarım. Şəxəliyə zəhmət olmasa təzdən yazın, oxuyurum. Gəliyorum da ki, bir başqa bir qabaqlar Şamaxıdan salamlayırlar. Mən də Şamaxıdan salamlar. Şamaxı cəmaatı çox qonaqlar olur. İnşallah bir gün gələr yetirlər. Canlının bir şey yaxşıdır ki, hansı rayonda məsəl üçün getdik, ya benzin tutardı yolda qaldıq, ya məsəl tez bir dənə canlı, Şamaxıdan və yaxud da nə bilim, hansısa bir rayondan kimlər var. İnşallah, inşallah. Yenə qızlar, mən gəldim. Siz bir dənə yazın. Bir de işkəndə mənim zaltım vardı Şamaxıda. Qaymaq açandan, nə deyil, qaymağı açandan sonra nə qədər saxlamaq mümkündür? Hardasa 10 gün, 12 gün. Əgər gördünüz ki, yəni istifadə eləmirsiniz, çalın, qoyun buzluğa. Sonra haçan istəsəniz alın. Sizə xanımın əl işləri və resept lazımdır. Sonra İnşallah bir gün qızlar. Dolu olsun, çox sağ olun. Axşamınız xeyir, gününüz iləri. Aysel xanım, şəkilli vaxtını tortun üstünə yapışdırmadan neçə gün saxlamaq olar şəkilli vaxtını? Neçə gün istəsəniz saxlaya bilərsiniz. Yəni o paketindən çıxartmayın qızlar. Onun üstündə salafon olur. Mənim soba salafondan çıxartmayın, istədiyiniz müddətcə saxlaya bilərsiniz. 32 enidir, yəqin 28 hündürlüyü. 3 sığmır resept deyərdiniz. 3 santimetrlik mənimlədir, başım çıxmadan sığmır. Sobası neçədir? 32-28'ədir. 32'nin 28'ədir, hündürlüyü 3 sığmır. Salam, aleyküm salam. Mən də inşallah qrupumu hardasa 7 yumurtadan, 8 yumurtadan. Dünya salam. Zəhmət olmasa Azərbaycanca yazır üstündə, yəni o dərəcədə bilmirəm. Şəkidən salamlar, Ayfət İbrahimli. Bizdən də Şəkiyə salamlar. Yəqin ki, Şəkidən bizim Şəkallarımız inşallah olar. Şəki alvasını balla edirlər, deyəsən. Bir dəfə almışıq biz olmağa, balla. O daha süper olur. Çok sağ olun, teşekkürler. Villur Toş boyamışsınız. Kanalınızda var mı? Villur Toş. Villur yok, kanalda yok kızlar. Dünya, zəhmət olmasa Azərbaycanca yazın. Allah köməyiniz olsun, cavabınız məni şad etdi. Sabirabaddan salam, aleyküm salam. Uşaq tortudur bu. Yok kızlar, bir tərəfi ana üçündür. Bir tərəfi də oğlan üçün. Mən Şərqdən izləyirəm ki, çox bəyənirəm, sağ olun, belə çəkib göndərirsiniz. Siz sağ olun. Şərqlərə də bizdən salamlar. Şənkirlər Azərbaycanın qürur verici bölgələrindən biridir. Yəni buradan mən şey götürüm, tabanca kleyin götürüm.
Məhəmməd Quliyev deyəsən. Yanlarda belə çöndərmək məqsəd görsənməmək üçün. Qoşlar nə deməkdir? Biskvitlərdir. İstəyək belə qızlar. Axşamınız xeyir Asiyə xanım, əlləriniz var olsun. Axşamınız xeyir. Aile izləyicimizdən çoxsanı baxıb öyrəndik, yaxşı ki var sizlər. Sağ olun sizdən. Basın bir şey soruşdum. Səhifənizdə şəkərbura resepti var. Şəkərbura resepti yox qızlar, yox. Yəqin ki 5 gün olacaq, bayram vaxtı gəlir. Yox, yeni ildə olmuram, Novruzda olur. Sifariş üçün Sipariş üçün müraciət eləmək istəyirsinizsə 055 545 43 49 İstər WhatsApp, istər adi zənglə sipariş edə bilərsiniz. Bundan sonra başqa tort olacaq. hə, 2 dənə də tortumuz var qızlar. Başqa tort da var. Var. Var qızlar. Var. Neçə? Bir bu tortu üçün neçə biskvitə nə qədər verir? 7. Bir tərəfi polis, bir tərəfi tibb bacısı edə bilərsiniz tort. Nə ürəyiniz istəyir? Hə qızlar, o sizin istəyinizə baxın. Nə formada istəsəniz. Novgorodda yolka tort hazırlayırsınız. Sipariş olsa niyə də hazırlanmasın? Siz nə istəyirsiniz sifariş verin. Sifarişə uyğun tortlar hazırlanır. Ballı tort resepti var. Ballı tort yox, yoxdur. Axşamınız xeyir olsun. Gəncədən salam. Zəhmət olmasa deyə bilərsiniz. Mikser almaq istəyirəm. Hansı marka məsləhətdir? Fərqi yoxdur qızlar, mikserlərin hamısı qəşəng. Büdcəniz uyğun. Kilosun, tortun kilosu. 15 manat. Sadəcə çalışın. Əgər yəni işləmək üçün alırsınızsa, çalışın ən azı 5 litrdən yuxarı alın da, yəni. Bir də soruşurlar ki, müştərini necə yıldız torta? Yəni tanışlarınıza deyim, paylaşsın qızlar. Nə qədər çox sizin tortlarınızı paylaşsalar, o Axşamınız qədər. xeyir, Moskvadan izləyirsiniz. Maşallah, nəzər saat çox gözəl ərişləniz. Çox sağ olun. İnci xanım, deyəsən bizə deyirlər ki, Moskvada ümumiyyətlə tort çox bahadır. Burada içinə gedən bu şeylər də bahadır, yəni alınacaq şeylər. Hasansa gedəcəm o Moskvaya, hasansa gedəcəm. Gedəcəm pasportlarına, özüm yandırıb atacam ayına ki, Azərbaycana qayıtmam. 15 azen kremi nədən hazırlanır? Qaymaqdan. 15 azen belə ki, yəni torta görə dəyişir. Hər tortun qiyməti 15 manat deyil. Bu dekorun pulunu ayrı alırsınız, yoxsa çəkiyə aiddir? Bu çəkiyə aiddir qızlar. Yəni amma heyvan fiqurları olanda əlavə alınır. Biraz çox eləyərdiniz də zəfət olmasın. Və ya baxın belə lazer kəsimlər olanda bunların pulu əlavə hesablanır. Yəni neçə alınıbsa o qiymət əlavə hesablanır. Silifka nədir ki? Elə bir şey var ha, silifka nədir? Silifkadan. Dünya yazıb silifkadan. Silifka yəni nə? Bəzi şeylər var, sən malum olaraq burada risk cavablayanda. Kameranı silinməksə kameranı bozdursan. Silifka qaymaq deyir. Hə qızlar, bir də əhatəniz nə qədər böyük olsa, o qədər yəni sifarişləriniz də çox olar. Dostu kəndinə Yəni gəlmək biraz sifariş əhatədən asılıdır. Quş sütündən hazırlayırsınız. Yox, yox. Lazer kəsim tort mağazasında olur. Hə, tort mağazinlərində, yəni bəzi adi mağazinlərdə də var. Aleyküm salam. Uşağımızın şəkili də var. Valla doğru deyirsiniz, Baxmaq qohumdan istəyirəm çox ki, yadın insanı hardan dəstəkçi var? olur. Bəli, qohum insanı geri çəkən şəxslərdir. Nəysə, bunu yiyərəm. Namik Əliyev. Sağ ol, sən nə dərsən?
Quş südü tort hazırlayırsınız. Fərqi yoxdur. Nə tort istəsəniz sifariş verə bilərsiniz. Svinkin fıstıqdan qaymaq. Svinkin. Bu qrupa bu da qalacaq da, hə? Hə, yaddaşda qalır. Yaddaşda qalacaq. Çox sağ olun, əlimizdədir. Nə deyir? Başlamamış deyirlər, sən başla, nəzər edəcək, Qızlar, yəni 32 yavaş-yavaş, sifarişlər yavaş-yavaş ya. Olmalıdır. Bəs bayram Tələsməyin. ölçüsü Neçəni? 32-28 sm biskvitin şəkilli ölçüsü nə qədər olmalıdır? Bəs bayraq ölçüsü. Mən baxa bildim. Başladım, axşam xeyir. Düzdür, valla, mən də 2-də yaxındır pişirirəm, qohumlarım heç arılır. Nə də ki, ara bir istərlər, yadları paylaşan falan. Qohumlar ancaq deyir ki, bizə pul olsun, sonra verərik diyor. Karta tataram, 28 gündən bir aydan sonra yadlarına düşür. Çalışın top pişirəni qohumlardan Səbirli gizleyin. olun qızlar. Yəni Qohumlardan gizleyin. inşallah sifarişləriniz olar. Olar qızlar. Şəkər xəmirini hazırlamısan. Hə. Ay Əsəl bacı, tez-tez səslənib deyin də, canlını bəyənsən, çox adam görsün. O qədər Qızlar adam- canlını bəyənin. Tıklayın, Kim ki canlını baxır, tıklayın. Bir canlını də ki, zəhmət bəyənsin. olmasa, yoldaşına xəbərsiz heç kim girməsin bura, yaxşı söz eşitməyəcək. İnşallah canlını bəyənin qızlar. Səbirli xanımsı maşallah Asiyə xanım, mən də elə bir Çox sağ olun. təəssüf. Siz şirin qoğalda hazırlayırsınız, bir də ki bilmək Yox, olar, qoğal. hazırsınız. Mən Hazır Kəlbəcərliyəm qızlar. dünyadayım. Ruzunu Allah verir, siz Allah'a güvənin. Bəli, Mən düzdür. Nərmin, Hə, Nərmin sən. Aynur Eyvazova. Yəni qızlar narahat olmayın. Burada ola bilər ki, bir 2%, 3% oğlan var. Yəni qalan hamı kişi adı ilə girsə də qadındır. Bəsi Günəşova yazıb ki, anamın Narahat doğum olun. gününə pişirəcəm, görüm alınacaq. İnşallah alınacaq. Allah ömür versin. Mən də Kəlbəcərlənəm, yerliyik. Uşaqlar deyəməndir. Bənim xanımlar, bəli, bəli, buradan yorulmayasın, dedim. Fazıl Əzimov yazıb ki, yorulmayasan, dedim. Çox sağ ol, aynen şu. Salam, əllərinizə sağlıq. Nə olar, deyər bizdə. Bozla mavi rəngin qarşılığını necə əldə etmək olar? Təsviş yazılıb, mən bəyəndim, çox sağ olun. En rengi. Bozla mavi rəngin qarşılığını necə əldə etmək olar? Mastikada yoksa Şəkər hamuru kaymak. süslərin pastanın üstündə batıyor. İçine krem şanti olunca durmuyor, batıyor. Ondan sonra yapayım krem şantini. Yəqin ola bilər ki, krem şantini duru çalırsınız ona görə. Yani Qatı çalın, onda daha yaxşı olar. Çox duru çalırsınız şantini, ona görə. Ona görə də yaxşı olmur. Turqay deyəsən səsindən. Turqay bəy adı boydadır. Hə, Turqay yatıqdır qızı. Ola bilər ki, ehtimal var. Qapından çıx gələcək. Mən də Kəlbəcərliyəm. Bərdədə yaşayıram. Uşaqlar yatır. Bəlkə qohumlardansınız qızlar. Maşallah. Kəlbəcərin hansı kəndində
siz yoldaşım da Kəlbəcərlidir. Siz konyaklı şokolad hazırlarsınız. Xeyr. Tamam, teşekkür ederim. Yok, çok yazılar qarışır. Salam, çok neçədir. Kilosu 15 manat. Şokoladı blenderda hazırlarsınız ya pişirirsiniz. Mən sizi yenizlər Bişirirəm. Azərbaycanda tortu yaman ucuz pişirirsiniz. Çox gözəl dəlişiniz var. Bir dənə sipariş verəcəm, nömrəniz nədir? 055 545 43 49. Axşam söyləyəcəksiniz. Tort üçün şəkillərin ölçüsünü deyərdiniz də. Baxı torta da. Tort üçün şəkillərin ölçüsü, yəni o sizin çıxartdıracağınız ya da hazırlayacağınız tortdan asılıdır da. Bəli. Məsələn, mən maaş verəsən axırda belə oxuyuram, müavinlik edirəm. Çox sağ olun. Fəxriş yazıb 30-28. Yəqin o. Çox sağ olun. Tünzala Abdullayev yazıb, necəsən? Salam Tünzalə, yaxşısan, sən nətəsən? Axşam xeyir, xoş gəldin. Bu tortun qiyməti neçə yazıramsınız? Qiyməti 40 manat olmuş. Başlıbək kəndi. Kəlbəcərin Başlıbək kəndi var. Başlı belə olar. Başlıbək, bu nədir bu? Başlıbək, hə. Hə. Qəribə kəndi. Şükür özünü çatdırdım. Tünzala Abdullayev yazıb. Yazın bəlkə başlı beldən kimsiz? Papam gilib canlıda tanıyırsa onlar tanıyar. Mütləq olsun. Həqiqətən əlləriniz əladır. İnsan edə bilirsiniz, yalancıdır. Yəni, əl qabiliyyətinizə baxın, əl işlərini görürsünüz, maşallah. Teli əlimə götürdüm, gördüm bildiriş gəldi. Tünzalə xanım yazıb, əlinə sağlıq. Hə, biraz gec gəlir. Tünzalə biraz bildiriş. Axşamınız xeyir, Yaşar. Yaxşı oxunursan sənə maaş düşür. Nağarım, müdiriyyət deyir ki, biraz az oxur. Mən də əmr quruyam, neyəyə bilərəm? Sən etdiyən Tünzalə, sən gecikmirsən, hə. Tortun üstündəki saatı nəydən hazırladınız, zəhmət oldu deyə bilərsiniz. Mastikadan hazırlanır. Sadə səliqəli görünüşü gözəl. Çox sağ olun. İnşallah bu mənim daimi sifarişçim var. O öz anası, bir də qardaş uşağı üçün sifariş veribdir. Yaşın sənə doğru kimdir? Xətrini çox istədiyim bir xanımın sifarişidir. Əli Babayev, hə. Siz eləyirəm. Mən biskvit etmişəm, sabah kremləyəcəm. Qaymaqla sıvasan çatlamaz. Yox, yəni, Deyirlər qaymaqla çatlar, 15 kimi çatlar, nə bilim. yəni çalışın qaymağa, yəni malakı töküb çox bəhs çalmasanız, biskvitinizi də yaxşı ıslatsanız. Sahabı yaxından görmək istəyirlər. Bundan başqa tort var, bəli. Hələ Baxın belə. Əsas təmizliydir, valla. Çox sağ olun. Yəni indi bunu qoyum oraya, yazsın, sonra yazarım. Da. Saatdakı Tistov firmasındandır. Bir yazısı olacaq, bir də uşağımızın belə bir şəkil olacaq. İnşallah. Şəkili baxın, bu hissədən belə vurub. Çox gözəldir. Ya bu hissədə, ya da bu hissədə belə. Bilməm. Şəkil vurulub, bir dənə yazısı yazılacaq qızlar. Bunu götürüm, indi keçək. Bəyənmələri yenə unutmuşsunuz, xanımlar. Bir dənə zərdə püskürdüm. Tortumuz daha bir. Bazı barlı tortu qaymaqla kremlədikdə şərbətləmək lazımdır qatlar. Hayır. Tünzalə, bir də o keçindəki zərdən tapıb aldım. Nəyə görə heyvan figurları ayrı hesablanır? Kaşlokla saat çəkiyə aid olur. Çünki bunlar daha az vaxt aparandır. Nəinki heyvan figurları. Heyvan figurları daha çox vaxt aparır qızlar. Bir də xanımlar, zəhmət olmasa deyin, burada kimsə kimisə narahat edirsə, yazılsın, mən əngəlləyəcəm. Hə, heyvan figurları olsun, o biri figurları olsun, çox vaxt aparır. Yəni, amma saat figuru, uzağı saatla kaşlok figuru mənim 5 dəqiqəm alıb da.
Deyirlər o şəkil adi şəkildir. Hə, çox adi şəkildə qızlar. Düzələ xanım yazıb ki, canları paylaşıram ticarətində. Hə, paylaşdınız. Çizgilərin necə ki saatın, Türkiyədən salamlar. Çizgiləri bizdən də salam. Fırlanan dəmiri ya dəmir ya plasma. yox, bu şüşədir qızlar. Bunun kapronu da var, dəmiri də var. Deyirlər zər tapan verir. Zəri hardan tapan mənim ağabeyim. Hansı zəri? Yəni o püskürtmədən deyirlər. Hə, onu tort mağazinlərində olur qızlar. Biz dünya biz Azərbaycanda yaşayırıq. Baxın indi gətirim onun üstündən bir qat qızlar. Qaymaq vururam, sonra keçib tortu şantinə yığıram. Yəni mütləq üzərindən bir qat qaymaq çəkin. Deyirlər tortun arasına vurduğunuz qaymağa əlavə nə edirsiniz? Qatırsınız, Pişmiş maloko, başqa heç nə. Allah'a təvəkkül yazıb. Zəri göstərərdiniz, əla göstəricilərinizi salır, xanımcı qaymaqdan istifadə edirsiniz. Bazı 20 diametrlik çəmbərdə ən çox neçə yumurtanın biskviti pişə bilər? 20 diametrdə 4 yumurta. Bəli, İlknur Səmədoğlu açıqlayıcı cavab vermək məcburiyyətindəyəm çünki. Xanım, siz içinə meyvə qoyursunuz tortun, yoxsa elə krem? Yox, tortun arasında qozdur, damla şokoladdır, karamel, şokolad sosu, bunlar hamısı olur. Tortu nə yiyorsan, bayaq? Qaymaqla. Yəni, amma meyvəni sırf yəni klient özü istəyəndə əlavə Deyirlər edirəm. torta dad vermək üçün nə olursun? Torta dad verən qızlar arasındakı dolğulardır da, karamel jelesi olsun, karamel dolğusu olsun və ya çiyələk jelesi, fərqi yoxdur. Yəni, çox meyvələrin dolğuları, jeliləri var. Yəni, torta dad verən odur. Sizə də hansı xoşdursa, klientə hansı xoşdursa onu vurun. Tortunuz dadlı olsun. Hə. Mən karameli özüm pişirirəm. Hansı qaymaqdan istifadə edirsiniz? Basma qaymaqdan. Şefdirsən. Fərqi yoxdur qızlar qaymağı. Hansı yəni büdcənizə uyğundursa, o qaymağı da ala bilərsiniz. Hal-hazırki belə deyim də insanların büdcəsinə uyğundur hal-hazırda 15 manat. Ancaq 15 manatlıq tort deyil. Bu yox. Qızlar bu böyük olacaq. Bu tortlardasa 3 kiloluq tortlu. 3 kilodan artıq. Karameli özünüz hazırlayırsınız. Sinkersti tostlarda hə özüm hazırlayıram, amma normalda belə başqa tortlarda yox. Alıram. Hər şey çox gözəldir. Vaxt olmur ona o qədər yəni. Baxın tortumuzun üstündə qızlar. Baxın bu tacımız olacaq. Əziz çəksiniz, saat neçəyə qədər yerə tort edirsiniz xanım? Yəni baxır da qızlar. Bəzən çox vaxt aparır. Tortların qiyməti birinci kiloqramından sonra elə tortlar var 17 manata, elə tortlar 15 manata. Yəni ki, buna görə dəyişir. Sadə. Gülzar Abdullayeva yazır ki, tacı neçəyə almısan? Bu tacı, qızlar ucuz almışdım bu tacı. Səhv eləmirəmsə ya 5 manat almışdım, ya 7 manata. Tacı indi şeydə düşübdür. Güzalə, əgər tacı almaq istəyirsənsə, Temuda indirmə düşübdür. Canlıdan sonra yadıma sal, eyni bu tacın linkini atım 11 manata düşübdür Temuda. Amma yadıma çaldı, yadımdan çıxar. Əgər bu tacdan istəyirsənsə, Temuda 11 manata düşüb qiyməti. Siyos Sal Time yazıb ki, bir-iki dənə belə canlı gördüm. Belə təmiz əl qabiliyyətli super olanı görmədim. Çox sağ olun. Şirvandan salamlar, yorum yazsın. Xanım, Məlikə Babiyev, elə biz də Şirvanda yaşayırıq. Bizdən də Şirvana Mən 15 salamlar. manat almışam, Tunzara deyir. Hə, hal-hazırda 11 manata düşübdür. Bugün bizdə qrupda qızlar atdı. Xanımı bir yazıb 18 manat aldı. Hə, mən bunu
Bilirsiniz defekti var idi. Bu hardasa bunların hansındasa bir tane defekti var idi kızlar. Ona göre o kıymeti verirdiler. Yani hiç bilinmeyecek bir defektiydi de. Ülviyə Həsənova yazıb, Allah razı olsun. Bacı əllərinizə Çox sağ sağlıq. olun. Tələbə hazırlarsınız online. Bəli. Bakın kızlar, istifadə etdiyim şanti budur. Besting firması. Elə tortardan almışsın. Hazır. Hansı? Hazır Bakıdan. Hansı qruplarda var? 5 manataydı. Ben öz grubumdu. Başka grup hiçbir grupta yok. Ülviyə Həsənova 055 550 545 43 49. Hamısını çalım elə bir dəfə yox tortuda sıvıyarım. Çox sağ olun Şəbnəm Səfərova. Tacı geri alırsınız. Bəli. Tələbə əlavə satış üçün nə məsləhət görə bilərsiniz? Əlavə satış. Bəli, tac geri alınır. Yəni klient özü tac istəyərsə, gedib yəni mağazində satılır. Yəni onun pulunu verə bilər, alıb. Çünki Abdullayev Tac soruşur ki, topçular qruplarının hansında var? Heç birində. Heç birində. Zəhmət olmasa yavaş deyil, nömrəni xahiş edirəm qardaş. Yenə sabitliyim bıraq da yəni. 055 Kızlar Bir dəfə. dedikçe biriniz yazın, nömrəni aşağı hissədən sabitleyeyim, qalsın orada Mən görün. buradan yazıram deyə. Yaz, mən buradan sabitleyeyim. Sen orada nömrəni yaz. Altından da yaz ki sipariş üçün WhatsApp. Yaz, mən sabitleyərəm nömrəni. Bir dənə şantini çalım kızlar. Nömrəni yazdım. Güzel, o zərdən də aldım eva. Burada 7 manat 50 qəpik idi. Hanı nömrə? Orada neçəyədir ki? Sən neçəyə aldınsan? Onun nə olduğunu bilmirəm. Ay, görsən sən çox yaxşı almışsın. Mən bahalıyam. Sandığım dev var. Bizde de kirayesi 5 manattır. Akşamınız xeyir, yaxşı olsun, nətər? Səbəbi odur ki, şantini çalan kimi istifadə eləmirsiniz, saxlayırsınız ona görə. Kirayə pulun neyin? Kadın kirayə pulun klientdən almırsınız. Bəli, klientdən alınır. Amma bu məndə olan taçların yoxdur. Kirayə pulunu almıram.
Bak onu başa düşmədim. Canlı bəyənəcək. Torta neçə yumurtası var? Bu torta kızlar, bu torta 9 yumurta. 22 diametrdə. Diametr. Altı çörəkləri, altı Bu torta hə bəs eləyərdi, amma artıq çaldım. 8 törəklər şunu çaldım ki, o bir tortuma da istifadə edeyim. kursu görünümlü Skripti hazırlayanda hə, qalanı video şəklində olur. Yəni gördünüz də mən gəlib tortu yığandan sonra Belə tortu sıramaq üçün şantenin norması. belə tortun uzağı 5 xörək qaşığı. Bu tortunda reseptin sorsulda. Bu biskvitə ağ qaradır qızlar. Tortlar qiymətlərə görə dəyişir. İnşallah Ülviyə xanım. Keçən dəfə o pəmbə rəng tort hazırlamışdım ya qızlar. Üstündə aycıqla bir rəqəm olan bu. Ülviyə xanım, əlaqə saxlayandan sonra necə bir tort istəyirsiniz, o tortun şəklin, əlavələr nə olacaq, hamısını deyirsiniz. Bizə bir də haçan götürəsiniz, o vaxtı deyirsiniz. Çox. Bazı 4 yumurtaya nə qədər un, nə qədər şəkər tozu vurur. 4 yumurtaya qızlar vurursunuz. Bir də deyirlər 120 ki, qram şəkər tozu, 135 qram un, yarım qabartma, yarım bir də vanil. deyirlər ki, 50 nəfər üçün tort, eni, uzunu nə edim, biskvitim. 50 nəfər üçün. Böyük eləməz qızlar. 50 nəfər nədir o? Geçen dəfə o hazırladığım bir dənə pəmbəli tort var idi, meytəv üçün, Venetka çəkiliş üçün. Bax o tort boyda, onun ölçüsü tam yadımda deyil. Onun canlısına baxsanız, canlıda bəlkə demişəm ölçünü. Yadımda deyil. Bax o hardasa elə 50 nəfərlik tortuydu qızlar. Yəni çatmışdı. Valideynlərlə uşaqlar üçün idi. Çatmışdı. Onun canlısına baxın, ola bilər ki orada demişəm ölçünü. Yəni bir gündəlik tort çox olur. Bəli, tort görüntülü kesilir, yəni canlı kesilir. Ölçülər yadımda qalmır. Siz de sağ olun. Bir, yeni başlayan insan üçün nə məsləhət görürsünüz? Səbirli olun, sifarişiniz olmayanda ruhdan düşməyin. Çox videolara baxın, ev üçün tez-tez tortlar pişirin, əlinizi sıvamaq öyrənin. TikTok istifadə eləmirik. Canlını güzel, YouTube'da açmaqda məqsəd odur ki, TikTok'u başqa səhifəsi olmayanlar üçün YouTube'da baxmaq daha rahatdır. Çünki hiyli şeyləri ən çox TikTok'da, Instagram'da açırlar. Instagram'ı TikTok olmayanlar da girib baxa bilmir. O məqsədlə burada açılır ki, hər kəs girib baxa bilsin. Kursun qiymətini soruşurlar. 25 manat. Təşəkkür edirəm cavablarınız üçün. Allah bərəkətli etsin ocağınızı. Amin. Varınız siz elə əsl məktəbsiz, çox düz düşünürsünüz. O nəzərdir. Salam üstünə vurduğunuz çox qaymaq, toz qaymaq hansı markadır? Bestek kızlar. Bunu indi sıvıyım tutarım, göstərərəm. Qaymaq olsun, şant olsun, fərqi yox kızlar. Çalışın, sıvıyan kimi. Çalan kimi. Allah müştərilərinizi bol. Çox sağ olun. Çalan kimi çalışın, istifadə eləyin. Yəni saxlatmayın. Əgər kremi saxlatsanız, sonra sizin üçün sıvamaq daha çətin olur. Deyirlər, tort pişirəndən sonra bəzən çökür. Sobadan çıxardığında nə etmək lazımdır? Ters çevirirsiniz. Sobanın setkasının üstüne ters çevirirsiniz. Ta ki o bisküvit soyana kadar.
Biskvit soyandan sonra çevirib düzünə biskviti qabından çıxardırsınız. Yəni pişən kimi biskviti qabdan çıxartmırsınız. Kursu deyirlər sıfırdan başlayırsınız və necə dərs keçirsiniz? Sifarişlərimə uyğun, ona görə ucuzdur. Yəni mənim sifarişimdə hansı fiqurdursa ona uyğun. Bir də özünüzün sifarişlərinizdən nə Günləri kimi 45 bilmədiyiniz manat o. kursun qiyməti. Xeyr. Bir də öz tortlarınızda, yəni 45 yox, 25. Şirvanda bir tort hazırlayan var, orada Gülnar xanım. Emin Hüseyin yazır. olar. Tanımıram amma olar. Çoxdur yəni. Şirvanda qəşəng tort hazırlayanlar çoxdur. Yəni takip elədiklərim də çoxdur. Çox gözəl tort hazırlayanlar da var Şirvanda. Allah hər kəsin ruh isim versin. Krem şantin soruşurlar. Besting. Besting firması qızlar. Baxın Krem görürsünüz. şantin tortu boyadıqda hazırlıq olmur ki, sizə zəhmət sağ Sprey ilə vuranda yox, amma kremin içinə boyanı çox qatanda bəzən qara rəngdə olur. Krem şantin bestingdir, besting. Salam axşam biskvit içində qəşəng köpür, amma sobadan çıxan kimi tez köpür yatır. Nə edim, Ola bilər ki, nə tez deyim. çıxardırsınız. Baxın şantini qoyuram ora, baxın qızlar. O nədən olur dedim, tez çıxardırlar sobadan. Ya tez çıxardırsınız, ya da nə isə səhv edirsiniz ona görə. Nə gözəl insansınız, heç kimin haqqında pis söz demirsiniz. Əlbəttə, hər an ruzisini Allah verir. Zərəkəs qurardı kompüteri. Əllərinizə sağlıq canım. Çox Niyə sağ olun. dekor kremindən istifadə etmirsiniz? Dekora əvvəllər istifadə edirdim. Sonra dəyişdirəndən sonra qəşəng olmadı. Deyir ki, Bəyəxşir xanım yazıb ki, yox bacı, tez çıxarırlar. Qızaranda çıxarlar. Onda çıxardan kimi tərs çevirin. Onu az olanda deyirlər köpür yatır. O da olur, amma əgər sobadan çıxardandan sonra yatırsa, deməli, nədəsə səhv. Deyirlər qırmızı rəngi necə almaq olar? Qırmızı rəngi spreylə qızlar, canlılarda var. Əvvəlki canlılara baxın. Qırmızı tortlarımızın rənglənməsi var. Siz sağ olun, yazdığınız səsləndirmək üçün. Sağ olun, xanım. Qızarmağı hələ bişməyi mənasını Yox, ola bilər ki, çox kod verirsiniz. Siz aldanırsınız da qızarmağa. Aşağı kodda uzun müddət bişməlidir. Ən azı biskvit ən azı 45-50 dəqiqəyə bişməlidir də. Yəni, Bu sessiz də sağ olun. Canı haçan açacaqsınız birdən. bir də qızlar inşallah ayın 18-i yeni il tortları üçün 18-i canlı açacağım. Əllərinizə sağlıq. Çox sağ olun. Bir eşlədik. Heç açmışım. Neysə açılmırdı canlı. Zəhmət olmasa canlını bəyənin. Hanımlar, canlını bəyənin ki, burada bu sayılar artsın. Hanım, tutaq pişirirsiniz. Xeyr. Mən də 15 stat verirəm yeni toplarıma. Tunzala yazıb ki, 15-i stat verirəm. 15-i hər laf yaz. Xeyirli olsun Tunzalə. Bizdə 19-undan başlayır inşallah. Məktəb tortlarına. Çox sağ olun. Mən bəyənmişəm, çox sağ olun. Bazı bisküvi bişirəndə soba setkasını istifadə edirsən, yoxsa setkasını qoymursan? Yox, mən soba listinin içinə qoyuram, yəni qələbə. Yeni tortun Setkanı üstündə- sonra tərs çevirəndə istifadə edirəm. Yeni tortun üstünə şaxta baba neçə bişirirsiniz, amma şəkil olmasın. Əlavə olaraq 5 manat şaxta baba Necəsə dekor. almısınız. Xanım, Hə? rəngi spirtlə qatıq rənglərdə tam falan gəlmir ki. Mən çox vaxtı su ilə qatıram, yəni spirt hər vaxt vurmuram. Hal-hazırdakı tortun diametri nə qədərdir? 22. Salih Nağıyev, Afat xanımı tanıyırsınız. Afaq xanım, xeyr. Yəni belə Şirvanda Bəli. tort bişirənlərdən tanıyıram. Nilufərdir. Sevanın
tortlarıdır. Sonra kimdir? Çəkiliş edirsiniz. Çəkiliş yəni necə bir çəkiliş? Yəni çoxlar var. İndi bir dəqiqə adları yadımdan çıxdı. Su kremi yumuşatmır. Xeyr, Yaxşı. yumuşaqlar. Yaxşı. Günelin tortlarıdır. Bax onu takip edirəm. Beşikdəlişlər var. İndi təzəlikcə də özünə mağaza açıb, tort mağazası. Xeyirli Xeyirli sobaya olsun. qoymasaq biskvitin altı yanar. Yox. Çox gözəl, çox sağlı, mən də elə edərəm. Əskər Nəzrin Həsənova. Siz sağ olun. Çox sağ olun. Elə xodun alt Mənim canım kompüteri. gözüm Rahilə də Şirvandandır. Göz arabılı yazıb. Şəffaf şeyləyə zəng qatıb tortun üstünü yazmaq olarmı? Olar. Güzelle tort pişirən də o da. Səhifəsi varsa atarsan baxaram. Bəs şəklini niyə qoymadınız? O şəkili qoyacağım qızlar. Xeyrə qarşı xanım, sizin də cəzanız xeyrə. Tortların içində Müştəriniz sıvıyım. daimi çox olsun. Biz bina evində yaşayırıq. Mikseri çox işlətməyin də. Mikserli işimiz qutarsın. Ondan sonra keçin tortların yazısı ilə tam bəzəyini. Mən belə deyim ümumiyyətlə, məsələ tort bişirməkdə deyil. Məsələ bişirdiyin tortun müştərinin xoşuna gəlməyindədir. Düzdür. Adam var ki, tanınmış məşhur bir insandır, amma yəni tort o deyil. Şirvanda Gülnar Şüniyyət Bakıdan belə zakaz olur, Hicablı xanımdır. Bunlar. Salam. Səhifəsinin adı nədir? Səhifəsini deyim, bəlkə səhifəsini takip edirəm. Adını bilmirəm. Tortun kilosu neçədir? Tortun kilosu, yəni torta görə dəyişir. Yəni mən tanımıram deyin o demək deyil ki, Şirvanda tanınmayan. Sadəcə yəqin mən bilmirəm. Şirvanda balaca yer deyil axı. Gətirim o biri tortu da sıvıyaq, ondan sonra keçək bəzəyinə. Gətirim qızlar, o biri tortu da sıvıyım, ondan sonra bir dəfə bəzəyək. Gülnar Hüseynova yazıb tort ləvazım. Tort ləvazimatları Şirvanda bir 21 nömrəli məktəbin qarşısında. Mən ən çox oradan alam qızlar. 101 deyilən 11 mağaza var, xırdavat. oradadır. 11 xırdavat. Bir də 11 xırdavat, köhnə bazar yolunda. Yox, o bərəkətdir. Bərəkət, bərəkət. Salam Asiyə xanım, şəkili niyə qoymadınız? Şəkili birazdan qoyuram qızlar. Yazsın, yazanda qoyacağım şəkili. İlham Cəfərov, zəhmət olmasa yenidən səsləndirin. Birdən yəni yazılar riskli, hamısı qalxır ona görə. Salam Asiyə xanım, şəkili. Hazır top artdığında pulunu alırsınız müştəridən. Xeyr. 20-30 qəpik, 40 qəpik olan bir şeydir. Yox, qəpik deyil. 35 santimetrlər 90 qəpikdir. Yəni ondan sonraki diametrə görə qalxdıqca qiymət də qalxır. 40-ın 40-a 1 manatdır. Biraz ondan böyüyü 1 manat 20 qəpikdir. Amma onun yox. Pulu əlavə alınmır. Pulu qapaqlı tort qabları olanda hə, onun pulu əlavə alınır. Hə, onlar səhifəsi Toppuş xanım hicablı. Hə. Tortun adı nədir buna? Bunu qızlar. Bunu gəlinlər baldız üçün pişirir. Sən can bilmirəm. Sən zəhər zat. Yox. İnanmıram o baldızı buna ürəklə yesin. Gəlinin baldıza sürprizi. Baldıza xəbər göndərmək lazımdır ki, gör tortun böyür başın parmaqlarını da nəsətarlar üçün. Bazı tüm göy rəngi almaq üçün hansı rəngi məsləhət görürsünüz? Sulu boyalardan istifadə edin, spreydən. Tort kimi ilan tort olar. Yox qızlar, sadə keçir tortu. Qarşısında
Büyük ağzından gül var. Salam axşam Yapmışıq, necəsi dekoru var. sazların qaymağı kremi neçə gün saxlayıb istifadə etmək olar? Bəlkə yaxşı gəlin baldız münasibətləri olsun. Nəsə gəlinlə baldızın ümumiyyətlə ulduzları barışmır. Bir qaynananın gəlindi, bir də gəlinlə baldız. Niyə bizim gəlinimizlə maşallah. Ya da hamı da elə deyir. Aramızda çox köşəkdir. Hamı deyir. Allah da eləməsin ki. O Fərda şeydir, Qafar Coşqun da deyir, səhət gözdən. Hamıya aid deyil. Salam, yeni başlayan üçün nə məsləhət görürsünüz? Şəmsər xanım da beraber tort hazırlayır. Bütün tort pişirənlər, əgər halalçılıqla iş görürlərsə, Allah ruzulərini versin. Bazı kakaonu biskvitə qatanda onu azaltmalıyıq. Hə, unu azaltmalısınız. Bazı siz ən çox kimin videolarına baxmışsınızdır, heç kimin. Salam bacım izləsən. Salam, zəhmət olmasa cavab verərdiniz bacı. Nə? Nə yazmışsınız? Təkrar yazın. Şəmsiyə xanım da əla tort hazırlayır. Allah ruzisini versin. Olmasın. Şirniyyatçı xanım yazıb yəqin ki. Nə yazın? Xanım, yəni pro adı şirniyyatçı bu da gedir şeydən. Mən nə edim ki, tortun əyri olmasın. Bir yığandan sonra kızlar çəmbərdə sıxın qoyun xaladenikdə bir saat qalsın, 2 saat qalsın. Yəni çəmbərdə o tortu sıxanda düz olur. Sonra da çıxarıb deyə belə yığanda tortunuz da düz olur. Çox sağ olun, çox sağ olun. Çox sağ olun. Qaymaqlı kremi hazırladıktan sonra neçə gün soyuca saxlayıb istifadə etmək olar? Uzağı aşağı gözdə bir gün, yox əgər çox saxlamaq istəyirsinizsə buzluğa görə. Ən bahalı tort neçədir? Baxır sizin sifariş verdiyiniz torta. Yəni, ən bahalı tort demək olmur. Yəni, hər tortun qiyməti dekoruna Qızıl görə. suyuna salınmışdır. Bu bazı bisküvitdir. Tacın hansısa bir hissəsi müştəridən sınsa nə edirsiniz? Pulun ödüyür, heç nə. Bəli. Çox sağ olun, siz də sağ olun. Yəni qaşı düşürsə heç nə olmaz. Qaşını gətirər, yapışdırarıq, amma belə sınıbsa İnşallah sizdən yəni, olsun. yeni tacalıq verməlidir ya da ödənişin verməlidir. İnşallah. Ən gülmə sağlar. Orada mağaza cəmaatdan danış. Burada gəl toxdur. Elə xodun al biraz. Ela, yaxşı deyil. Biraz da ekrana burnunu sök ekrana, kamperin ekranına sök. Amma ikinci qatı ballı olan. Ananasın qiyməti əlavə alınacaq heç nə. Nə qədər ananas gedir, onun Bal qiyməti. qaşı baxır hara balıdır. Ananasın qiyməti sizdən əlavə ödəniş alınacaq. Şinət xanım yazıb çox sağ olun. Siz də sağ olun. Yeganə Həsənova yazıb Elay harda? Elay buradadır. Elay kamperin içinə girib az qalır ki. Səhər 6-cı gündür deyin, yatmır. Deyirlər bunu sən karamel atmışsınız. Bəli. Tortu düz olması üçün qəlbə yaxşı sıxın. Bir də üstünə yarım kiloluq nəsə qoyun. Ən azı xaladenikdə 8-10 saat saxlayın. Yox, üstünə heç nə qoymağa ehtiyac yoxdur. Yəni tortu ilə çəmbərdə sıxdır. Qoyun xaladeniki, yəni ağır bir şey qoymağa ehtiyac yoxdur. Maşallah gününüz olsun. Elə biraz axıdıyorum qızım. Axşamınız xeyir gözləm ailə yorulmayasınız. Ailə xanım yazır. Çox sağ olun. Sizin axşamınız xeyir olsun. Çox sağ olun. Əliniz qolunuz var olsun. Sizə baxıram hər şey asan gəlir. Amma çox çətin və məsuliyyətli işdir. Allah ruzunuzu bol eləsin. Çox sağ olun. Yeganə Həsənova yazıb çox sağ olun. Salam bacı tortlara vurduğun ağ zəri göstərin zəhmət olmasa. Dəqiqə sıvıyım qutarım, qızlar göstərir.
Canını da zəhmət olmasa bəyənəyə xanımlar. Bir dənə sıvımını yekunlaşdırım, göstərəm sizə. Geç. Ağzər, baxın qızlar, bir bu da. Çox sağ olun. Mən Günel Ahmedova kurs almışam. O bizə elə örgədir. Hə, olar bud. Hə, toz boyadan da istifadə edərək püskürtməklə tünd rəngi aldıra bilərsiniz. Amma haftası bir 2-3 paçka suya əlavə edin ki, tünd rəngi qalınsın. Suyunu da az edin. Hə, elədir. Hə, şantini. Qaymağı da əslində, yəni, nətər deyib, qatlaşdırılmış südü qatmasan qaymaq da dadı yoxdur. Maloko qatırıb qaymaq dadlanır. Buna da yenə dadın yaxşı olmağını istəyirsinizsə, şanti qatın, dadlı olsun. Pudra şəkəri qatın, dadı şirin olsun. Belə. Belə buralarım. Rengi sileyim. Çok sağ olun. Tort bıçağıdır, döner bıçağıdır. Heç dadlandırıcılardan istifadə eləmirəm. Hə, biskvit nə qədər gözəl olsa, yumuşaq olsa, tortunuz da o qədər dadlı olur. Yəni arasına nə qədər nə vursanız da biskvitiniz yaxşı deyilsə, dadı da yaxşı olmur. Çox sağ olun. Şantini 9.50'ye. Hə? Hı. Gəl. Gəl, göndərmişim. Gelirsen oraya. Çay vereyim Turgay. Turguş çay vereyim. Her kıymete var. Kaç sene? Peki biz de balaca durduğuna çay vereyim kızlar. Gel. Çok sağ olun.
Olur bəzən qızlar. Gözlüyün gəl. Qızlar belə. Qoyaq belə. Pıraqları təmiz silin. Çalışın baxın tortun kənarlarını təmiz silin, səlqəsiz olmasın. Hə, tac qaytarılır qızlar. Yəni tacın qalmağını istəyirsinizsə, əlavə yəni ödənişini eləyərsiniz. Tacın pulunu verərsiniz, yəni təzə tac alınar, qalar sizdə əgər qalmağını istəyirsinizsə. Elə get görünür. Sabit ol. Allah. Hə, onlar bəlkə dolgular qızlar içinə dolgular vurun. Tortunuz dadlı olsun. Baxın bunlar düyü kağıdından qızlar. Belə düzəltmişəm. Tortun atılan tortda belə bir dekor var idi. Tortun qarşı tərəfində. Bunu indi tortun qarşı tərəfinə yerləşdirirəm. Əvvəlcədən düzəldilir, quruyur. Bazı tortu müştərilər hər şey bol istəyir, yaxşı olsun, dadlı olsun, amma pulunu deyəndə deyirlər nə bax. İşte Allah işlərinizi avan eləsin inşallah. Çox sağ olun. Tac burada alınanda qızlar 25 manat, 30 manatdır. Yəni bu qıraq sizlərin belə. Buyurun kızlar. Bunu yəni istəsəniz rəhli də eləyə bilərsiniz. Rəhlindəki bunu islatdığınız suyun içine boyanı tökürsünüz. İstədiyiniz rəng eləyə bilərsiniz. Bu düyü kağıdından kızlar. Bu düyü kağıdından kızlar şəkil atılan tortda qarşı tərəfində belə bir figur var idi. Mən də düyü kağıdından hemen figuru hazırlamışım. Bəli, düyü kağıdıdır. Düyü kağıdı hazır alınır. Figuru özün düzəldirsən. Tam su yox, biraz ilıq kimi suda isladıram. İsladır. Yəni istədiyim görüntünü verirəm. Quruyur. Çalışın sərin olan otaqda saxlayın ki qurusun. Durar o quruyandan sonra, yəni elə bir yerə qoyun ki qırılmasın, fərqi yoxdur, durur. Bunu belə eləyəndə hər tərəfimiz boya olur da. Hər tərəfimiz qızılı boya olur demək olar. Bu boyanı belə eləyəndə. Həlləçələr düyü kağızıdır. Buna renk vurmamışam kızlar, amma yəni siz nə renk istəyirsinizsə o renk istədiyiniz qədər qata bilərsiniz. Açıq renk istəyirsinizsə suya rengi az tökürsünüz. Tünd renk istəyirsinizsə suya rengi çox tökürsünüz. Yəni sizdən asılıdır. Hə, əridi formumuz. Bu kızlar bilmirəm neçə yaşdır. Gəlinlər baldızına sifariş verir. Amma belə neçə yaşdır bilmirəm.
Elə oradan bir dənə mənə nəm salfetka gətir. Kandilini yaxşı silin. Demişkən, tort hazırlamaq istəyirsinizsə gərək rəssamlıq dərnəyinə gedəsiniz. Bəli. Salam axşamsı Asiya xanım. Canınızı həmişə takip edirəm. Gözəl işlərinizi sifariş götürürəm. Allah bol rüzünüzü versin. Çox sağ olun. Sizin də Allah rüzünüzü versin. Yox, bunlar quruyur qızlar. Tab quruyub bərk olur. Yəni bundan sonra neynəsəniz də bu ərimir. İnşallah nətər bir tort istəyirsinizsə, burada aşağıda telefon nömrəsi, WhatsApp nömrəsi yazmışıq. Oradan sifarişlərinizi verə bilərsiniz WhatsApp nömrəsindən. Yəni necə bir tort istəyirsiniz yazın və ya şəklini atın. Ona uyğun tortunuzu hazır edək. Düyü kağızı qızlar, vafli kağızı kimidir də tort üçündür. Tortlar üçün dekor hazırlamaq üçündür. Yenə. İndi başlayaq tortumuzu yağaq qızlar. Tortumu hardan yağaq. Ünvanım Şirvanda Qaçqın qəsəbəsi. Masa şantinin hansı krem ilə əvəz etmək olar? Sıvamaq üçün Rusiyada şanti olmur. Rusiyada şanti olmursa qaymaqla da sıvaya bilərsiniz. Xeyr, düyü kağızı qoyun indi göstərərəm qızlar. Bir parası qalıbdır. Göstərərəm ki, nətər bir şey olur. Belə. Hə, paxlava səhifədə də var qızlar. Baxa bilər. Bəli. Tortlar kilosu 15 mənə. Hə, Rusiyada bilmirəm qızlar. Baxın qızlar, düyü kağızı belə bir şey olur yumru. İndi bunu burası hissəsindən kəsilmişik. Belə 50 qəpikdir burada. Yəni istədiyiniz formada kəsirsiniz, suda isladıb belə bir rezin üstündə forma verirsiniz. Qalır orada quruyur. Bir günə, 2 günə quruyur. Yəni sərin yer olanda daha tez quruyur bir günə. Amma belə isti yerdə 1-2 günə quruyur. Quruyur və istədiyiniz formanı verirsiniz. Bunun diametri 20-dir. Acıbahlı kağızını qaymağa ya da şantiyə yapışdıranda ərimir ki. Baxır necə istifadə edirsiniz. Buyurun, nə yazdı şirniyyatçı? Yoldaşım balaca durdu, getdi o tərəfə. Ona görə bəzən görmürəm. Baxanda gördüyüm mesajı oxuyuram. Baxın, tort üstündə belə bir yazımız var. Onu da tortun üstündən belə qoyulacaq. Təzdən yazın, görməmişəm. Düyü kağızı bayaq göstərdiyim tort üçündür. Dekor düzəltmək üçün qızlar. Yəni renkli formada da eləyə bilərsiniz. Suya renk qatırsınız.
Renkli formada da eləyə bilərsiniz. Düyü kağızı deyirsiniz, tort mağazində verirlər. Burada 50 qəpikdir. Axı göstərit burada deyilsiz. Biskvitin hazırlanması canlılarda var. Xeyr qızlar, suda isladırsınız, yumuşalır. Ondan sonra da silikonun üstündə istədiyiniz formanı verib qoyursunuz, quruyur. Belə tort hazırlaya bilərsiniz, üstündə bey olsun, amma gəlin yox. Siz istədiyiniz tortun şəklini WhatsApp nömrəsinə atın. Hazırlayaq. Hə, bir dənə yumursa 50 qəpikdir. Bizdə də 50 qəpikdir. Düyü kağızının dadına baxın. Qızlar, yalan deməyim. Dekor üçündür. Yəqin dadı olmaz. Yəni bu yüzü quruyandan sonra da möhkəm olur. İnanmıram onu kimsə yiyə. Bu qızlar, bu tort 30 manatlıqdır. Baxın, tortumuzun belə bir yazısı var. Tortun üstünə qoyulacaq. Sadəcə gözləyirəm kandulinlər biraz qalsın, hopsun. Ondan sonra ki, kandulinin rəngi şəkilə çıxmasın. Çox sağ olun. Salam Aysel xanım, işiniz avan olsun. Çox sağ olun. Hə, olur. Kitaylar yemək pişirir gəlir. Hə, ən çox onlar istifadə. Düyü kağızı Şirniyyatçı xanım bayaq göstərdim. Yumru, baxın, budur düyü kağızı. Tort mağazində deyirsiniz, o qaydada verirlər. Ona dekor hazırlayırsınız. Hazırlama qaydası YouTube'da yazın. Düyü kağızından figur hazırlanması yazın, gəlir. Yəni belə sözlə başa salanda bilmirəm də. Başa sala bilərəm, yoxsa yox. Ona görə YouTube'da yazın, düyü kağızından figur hazırlanması gəlir. Çox sağ olun. Amin hamımıza. Çok sağ olun. Çok sağ olun. Balaca durdu. Yoldaşım onun yanına gitti. Ona göre. Bilmirəm. Bunu belə mi koyum? Yoxsa belə mi koyum, oxunsun. Bəlkə bunu belə koyum. Bunda qarşısından belə qoyarım. Bir dənə buna tabanca kleyi mən çıxartmışdım. Neylədim? Hər tabanca kleyi buradan taxım. Bu tabanca kleyi isinsin. Mən bir dənə bu şəklin arxasına çöp yapıştırım. Çok sağ olun sizden de. Baldız için yazalım. Yox, yəqin mesajı oxumağa görə deyir xanım. Ki, yəni mesajların hamısını oxuyurdu. Ona görə soruşur. Düyük, bunlar adi kağızdır qızlar. Hə, sualları oxuyur, ona görə soruşur. Bilirəm, narahat olmayın. Biskvit 7 yumurtadandır qızlar. İnşallah
görərsiniz. Bunu arka hissəsinə qızlar çöp yapışdıram. Sinsin. Bu baldızdan da görmədik. Gəlin, hardasan, gəl yaz da bizim gəlin. Xanım düz yapışdırıb elə qəşəkdir. Bir də 30 manat az deyil. Mən 60 manata pişirirəm. Bir də mən şəkil 4 manata alıram. Göytepe şəhərindən qalıram. Yox, bu şəkil 30 qəpiklikdir qızlar. Bu şəkilə mən nətər 4 manat alım? Axı bu şəkil 4 manat deyil, 60 qəpikdir. Necə də sizə, mənim 14 yaşım var, mənim əmim yaşlı olar. Həvəsim olduğu üçün qoşulmuşam canlıya. Dostası yazısı deyil o. Hündürlüyü və eni neçədir? Eni 20'dir. Hündürlüyü də 14'dür. Yaşlı qadın yazmadı. Narahat olmayın, birbirinizə cavab yazmayın. Pis olub baxmayın. Jele ilə daha yaxşıdır. Nəyi 3 manata almışdınız? 3 manata nəyi almışdınız, onu bilmədim. Çox da gözəl olur. Xoşum gəlmir, çıxdamayacağım. Şəkili, hə, olar. Bəlkə malçipandandır, onun üçün. Olar ki, şəkil malçipandandır. Burada malçipandan şəkillər 3 manatdır. Vaflidən olanlar 2 manatdır. Belə adi kağızlar 1 manat var, 1 manat 50 qəpiklik var, böyüklüyünə görədir. Çox sağ olun. 7 yumurtandan. Hə, olar. Olar ki, sizdən əlavə ödəniş alıblar. Baxın, bir də bu var. Belə qızlar. Yəqin olar vaflini deyirsiniz, amma mən vaflidə alt hissəsindən vurmuram. Sadəcə üstündən jele vururam. Zərdə vuraq, daha qəşəng parlasın. Baldız daha çox xoşdasın qızlar. İnşallah gəlinlər üzün ağ eləyərik. Belə. O biri torta qoyuram, indi gətirəm tacı qızlar. Tacı o biri tortunda. 20 diametr. Naftazin vurduğumuz. Çok sağ olun. İndi bunu koyun kenara. O bir tatlı tortumuzu getirin. Şanteni götürün buradan. Buradan dursun belə.
telefon zaryadkasına baxın. Adaptörü çıxardım. Xeyr, ayrı soyuducu yoxdur qızlar. Tort olan müddətcə çalışdığım qədər soyuducunun içi boş olur. Amma ayrı soyuducu lazımdır. 3 dənə idi. 7 yumurtanı çalıb 2 dənə 20 diametrə tökmüşəm. Çox sağ olun. Var, tortun yığılması var kızlar. Girin o biri canlılara baxın. Canlılarda var. Yəni girib o biri canlılara baxa bilərsiniz. Canlılar yaddaşda qalır. Hə, bu axırıncıdır kızlar. Baxın belə. Bir qutu besləyini o baxır tortun diametrinə. Maşallah, vallahi mən evdə 6 yumurtanı bir bisküvit düşürəndə çox alacaq alınır. O yazının kənarları zərli bezək olsaydı tamamlanardı mənim fikrimcə. Hansı yazının? Instagram səhifəm var. Ev tortları Şirvan Aysel. Hərəsi 20 diametrə tökəndə hərəsi 4 yerə bölünür. Bunların arxa hissəsində belə, ön tərəfində də, arxa tərəfində də belə kağız olur. Qopardım. Bu tort bilmirəm, yaş bilmirəm qızı. Baldız tortunu belə daha sadə, daha qəşəngdir. O tac gələndən sonra mütləq yuyulur qızlar. Sabunlu su ilə əməlli başlı yuyuram. Çünki tort krem, tac kremli olur. Yox, getmir qızlar. Yəni klient olduğu kimi gətirir. Mən özüm o tacı yuyuram. Ay. Elə yavaş. Tacı tort neçə yaş üçündür ki? Bunu yaş bilmirəm qızlar. Yalan deməyim. Bilmirəm neçə yaş üçün pişirirlər. Yaş yazmıram deyin ona görə. Çox sağ olun. Tac sizə daha gözəl yaraşır. Çox sağ olun. Mənim işlətdim tortdandır. İşlədiyim. Bu 22'dir kızlar. Tacın tortun üstündə daha çox ağız zər istəyirlər. Səs bax budur qızlar. Bunu belə eləyirik. Zər püskürür tort üstünə. Bu tort kızlar hardasa 3 kilo 200, 3 kilo 300 belə. Bu bir dakika kurtarayım gösteririm. Çok sağ olun.
Kızlar, hardasa bu tort 50 manatlıqdır. 8 manat tortdur. 2 manat 50 qəpikdə lazer kəsimdir. Yəni o 50 qəpik heç qəpiyi hesablamıram. Bu taclı tort 50 manatdır. Ben indi gətirim yazsın, yazaq. Yox, o qabda satılır qızlar. Yəni belə qabda da satılır. Bu qabda da. Burada Şirvanda eğer yaşayanlar için bu qabda istəyirsə, bu qabda o köhnə bazarda bərəkətlə satılır. 101 xırdavatda satılmır o qabda. Ağ mastika axtarıram qızlar. Tortum yazsın, yazmaq üçün. Kilogramı 15 manatdır. Lazer kesim qızlar. Baxın, lazer kesim budur. O 2 manat 50 qəpikdir. Kilosu 15 manatdır. Dizayn indi müştəriden asılıdır qızlar. Eğer siz maraqlanın, görün qaldığınız bölgədə tortun kilosu neçəyədir, ona uyğun hesablayın. Yəni hər bölgədə fərqlidir tortun qiyməti. 7 yumurtalık bisküvit 8 yerə bölünür qızlar. Bu bisküvit 9 yumurtadandır bu. 9 duydu da səhv eləmirəmsə, yadımdan çıxır qızlar, qatışdırın. İlk tortum ballı tort olub qızlar. İkinci tortum balaca bir hə tortu olubdu. Qızılı. Amma ilk tortum ballı tort olub. Yadımdadır. Yazıları bakın, bu qəlblə yazın. Bizden de yardım eləyə salam. Mastikadan. Yəqin ola bilər ki, xanım yeni başlayıb. Niyə elə aqressiv cavab verirsiniz ki? Yeni başlayıb, ona görə də daha dəqiq öyrənmək istəyir də. Yəni öyrənmək ayıb deyil ha. Mastikanın baxın olduğu kimi belə qutularda qızlar. Bizlər salafanda ağzı bağlı olur. Belə ağzı bağlı qabda. Hə qızlar. Çok sağ olun. Arka planı bir görseniz, arka plan köçür. Resmen köçür də. Yəni ön plan bu kadar sade görseniz, arka plan köçür resmen. Şam için yer hazırlayayım kızlar. Sonra da keçik yazısına. Kuş sütü tortunu pişirirsən mi? Gözəl dadlı bisküvit yumuşak edirəm, amma heç cür becərə bilmirəm. İnşallah get-gedə öyrənərsiz. Hə, istifadə elədiyim şantidən çox razıyam. Canlını yox qızlar, bəzən.
Hə, çox yer tutur. Mən də bu dəqiqə köçür mətbəxt. Hə, sifarişlərdən sonra da indi canlanı bağlayandan sonra da qızlar başlayırsan mətbəxt təmizləməyə. Yəni sadəcə tortu eləməklə qurtarmır. Olsun, onda sizin yatmağınız 3-4 qalmır. Elə olur. Ev temperaturunda, yəni soyuducuya qoymayın. Normal ev temperaturunda saxlayırsınız. Niyə bu ulduz belə çıxır, qəlifdən bilmirəm. İnşallah. Axırı ki, qab yuvanı qoşdumuşuq qızlar. İnşallah bu bayram qab yumaqdan canım qurtarır. Çox sağ olun. Hə, bizdə tək qızlar. Bildirimləri açın, mesaj gəlsin. Yox, zakaz olduqca alətləri almışam. Yəni birdən-birə o alətləri alıb yığmayın. Çünki tort fiqurları elə bir şeydir ki, almaqla qurtarmır. Yəni durub o boyda ləvazimatı almayın. Sifarişiniz olduqca inşallah sifarişinizə uyğun ləvazimatları alın. Hə, əsas bu fırlanan tort altığıdır. Yəni sıvamaq üçün olan alətlərdir. Onları alın, qalan hər şeyi saxlayın, fiqurları. Tortlarınız, sifarişləriniz olduqca sifarişlərinizi uyğun alın. Telefonu sökün rakvinanın yanına, qabları göyə baxın. Yox, dəmirdir, çıxır qəlibdən, amma biraz əzilir. İstəmirəm əzilsiz, səlqəli göstərmək istəyirəm ona görə. Hə, lazım olduqca alın, yəni birdən-birə almayın. Dediyim kimi, tort ləvazimatları elə bir şeydir ki, almaqla qurtarmır da. Yəni bu boyda ləvazimatlar baxmayaraq yenə də alınır. Hər gün bir fiqur çıxır. Hansı tortu? İkili tortu deyirsiniz, yoxsa hansı tortu deyirsiniz? Deyin, göstərin. Hə, o ikili tortu deyirsiniz. Hə, ikili tortu göstərərəm indi.
Mastikanın saxlanma müddəti aldığınız mastikanın üzərində var. Yəni saxlanma müddəti orada yazılır. O biri tort yəqin ki bunu deyirsiniz. O biri tort yəqin ki bunu deyirsiniz. Bunu bir dənə yazmaq qalıbdı. Qardaşım tezliklə nişanlanacaq. Hə, aşağıda baxın, Yaşar Aslanzadə adının üstündən telefon nömrəsi sabitlənib. Yazının aşağı hissəsinə baxın. Orada var. Oradan sifariş verə bilərsiniz. Evet, soyucuyum. Oldu bacı, çox sağ olun. Şu an şekil oradadır. Birazdan inşallah tortun üzerine yapıştırarım. O qıraq hissəsindən mastikadan çərçivə düzəltmişdim. O çərçivə tam qurumamışdı. Ona görə şekil qoyanda sürüçürdü. Dedim tortu hazırlayana kimi o qurusun. Ondan sonra da şekli yapıştırarım tortun üstüne. Maşallah olsun bacı, bu şamları neçəyə alırsınız? Şamların içində 12 dənə olur, səhv eləmirəmsə 2 manat olmalıdır. Çox sağ olun. Siz sağ olun. Sağ olun qızlar, gecəniz xeyrə. İndi ilə mən də canlını bağlayıram. Tonsuzda tortların sadəcə yazı işi qaldı da. Başqa bir iş yoxdur. Gedim mən də arxeyin müşkülətlərin yazdığı yazıya baxım ki, düzgün yazım. Sağ olun, gecəniz xeyrə qalsın. Sağ olun ki, bu vaxta kimi baxdınız. İnşallah ayın 18-i yeni tort üçün canlımız olacaq. Gəlib baxarsınız. Bildirimləri açın. Baxarsınız. Sağ olun. Gecəniz xeyrə. Zilin üstündə vurun, bildiriş gəlsin. Yox, şamlara əlavə pul almıram. Şamlar da məndən hədiyyə. Belə deyim. Şamlar da məndən hədiyyə. Şamlara əlavə pul almıram. Özümdəki olan taclara əlavə ödəniş almıram, yəni. Siz sağ olun. Saat neçədir? Ay, saat 2 işləyib. Gecdir. Sağ olun qızlar. Gecəniz xeyrə qalsın.